elektrik komandası. Mən komandanın üzvü Sevdim Aliyeva Həcər. Mən isə Səlimov Həsən. Biz Beynəlxalq Sistem Azərbaycan Festivalı Robosoka üzrə təqdimat hazırlayırıq. Bu motordur. Motor robotun hərəkət etməsini təmin edir. Bu motoru driverdir. L298E, yəni motor driver isə robotdan, yəni Arduino'dan gələn siqnalları qəbul edir və motorlara ötürür. Bu qəbul edicidir. Qəbul edici robotun pultundan gələn siqnalları qəbul edir. Bu Arduino Uno'dur. Arduino Uno isə robotda olan qəbul edicilərdən və sensorlardan gələn elektriki emal edir və digər komponentləri əmr şəklində ötürür. Bu 2S litium bateriyadır. Bateriya isə elektrik enerjisi ilə, motoru elektrik enerjisi ilə təmin edir.